Salam, hörmətli tələbələr və riyaziyyat həvəskarları. Bu günlər sizlər üçün növbəti 5 sualı izah edəcəm. Fikir versəz görərsiniz ki, müəllimin istər part 1, part 2, istər part 10, part 17 hər biri eyni vaxtda çəkilib. Səsimdə yorğunluğundan da hiss eləyə bilərsiniz. Üzrlə hesab edin səsimə görə. İnşallah ki, məni gözəl bir şəkildə anlayırsınız və həllər sizin üçün aydın olur. Məqsədimiz sizlərin öyrənməkdir. Bunu hər dəfə vurğulayıram və inanıram ki, bu sözü sizlərin beynində xoş bir şəkildə təzahür edir. Deməli, bizə sual verib ki, uşaqlar, AB üstəgəlinin B-nin kvadratı 10-a bərabərdir. Sonra mənə deyir ki, A üstəgəl 5B olarsa, deyir, zəhmət olmasa, get AB hasilini tap. Belədir. Bunu necə eləyir uşaqlar? Bunun B-ni çıxardıran mötərizə xaricində birincidə. Və buradan B-ni çıxartdım mötərizə xaricində qaldı, içəridə qaldı. A üstəgəl B bərabərdir 10-a. Buradan da A plus B məndə 5-dir, elə deyil. Onda burada A plus B 5-ə bərabərdir, burada nəzərə alarım. Yazaram ki, B vurulsun 5 bərabərdir 10. Onda B nəyə bərabər olur? B olur 2. İndi B məndə 2-dir. B məndə 2 isə gedək buradan A-nı tapaq. B 2 isə qalxıram yuxarı. A üstəgəl B 5 deyildi, qardaş. Onda A üstəgəl 2 bərabərdir 5-ə. Onda A nəyə bərabərdir? 3-ə. Məndir A vur B-ni tap. Yəni neyinə? Yəni 3 vur 2-ni tap. Bu da nə verir? Bu da verəcəm mənə 6-nı. Cavab verir nə? Olur 6. Cavab verir 6 hərfsə. İkinci bir suala baxaq. Mənə deyir ki, qadir 40 km yolun 30%-ni getdikdən sonra neçə kilometr getməlidir ki, yolun sonuna çatsın. Deyir, bu 40 kilometr gedib, yenə qadirdir. O birisi ildə də qadir var idi misal şərtində. Bu 40 kilometr yolun 30%, 40 kilometr yol, qadir 40 kilometr yolun 30%-ni getdikdən sonra. Yol 40 kilometrdir. Bunun 30%-ni gedib. 30%-ni gedib. Deyir ki, daha saatda getdikdən sonra daha neçə kilometr getməlidir ki, axıra çatsın. 30%-ni gedibsə nə qədər qalıb? Qalıb 70% qalıb. Belə deyil. Deməli, 40-ın nəyini tapıram? 40-ın 70%-ni tapacam. Bu da mənə nə qədər verəcək? Bu da mənə verəcək 28. Deməli, 28 km getməlidir ki, yolun axırına çatsın. Cavab verir nə? Cavab verir 28 uşaqlar. Maraqlı sualdır. Bu da maraqlı sualdır. İndi sonra burada nə var? Burada nə var? Burada belə bir dənə sual var. Gəlin bunu da sizə izah edeyim. İmtahana qabağınıza çıxa bilər. Deyər ki, V çoxluğun elementləri 1, 3, 5, sonra nə deyir orada? 7, 9'dur. F çoxluğun elementləri 1, 5, 6, 8 və 10'dur. Bu çoxluqlar üçün V bölünsün F hesabla. Bunu hesabla. Bunu necə hesablayırıq biz? Mən həmişə tələbələrimə deyirəm ki, hansını birinci verirsə, onun elementlərini yuxarıda yaz. Sonra digərin elementlərini aşağıda yaz. Sonra başda oxşar olanları ixtisar aparmağa. 1'lər oxşardır gedir, 5'lər gedir və s. Başqa 3, 7, 9 yoxdur. Deməli, nə qalır burada? 3, 7, 9. Deməli, V böl F çoxluğu nə olacaq? 3, 7, 9 olacaq. Əla suallardan biridir. Qəşəng sualdır bu da. Bundan sonra nə var? Bundan sonra bax, qəşəng sualdır. Deyir ki, suala bax. Şərti deyən kimi yadınıza gələcək. Bir müstəvidən 6 cm məsafədə mail çəkilib. Mailin uzunluğu 12 cm olarsa, mail ilə müstəvi arasındakı bucağı tap. Müstəvidən 6 cm məsafədə nöqtədən mail çəkilib. Mail ilə müstəvi arasında bucaq alfa olarsa, həmin alfadır. Deyir, həmin nöqtədən müstəvi qədər məsafə 6-dır. Deyir, o alfanı tap. Baxırsan ki, düz bucaqlı, üst bucaqda yoldaş. Hansı halda hipotenuzun yarısı olur? 30 dərəcədə. Deməli, bucaq nəymiş onda? Alfa 30 dərəcəymiş. Əla sualdır. Belə sual düşsə imtihana. Niyə də yazmayasan? Elə deyil. Yazmalısan, başqa bir yolu yoxdur. Belə bir dənə sual var, bərabərsizliklərlə bağlı. 2022-ci ildə düşüb. Y bərabərdir 2x. Sonra yazıb 5x üstəgəl 2y bərabərdir
Ha, 18-dir, bir dəqiqə. 18. Deyib, belə olarsa, y-i tap deyir. Y 2-dən x-ə bərabər deyil. Yazıram onu nə? Yazıram 5 dənə x üstə gəl 2 vurulsun. Y nədir? 2 dənə x. Yəni 2 vurulsun 2 dənə x. Bərabərdir 18. Yazıram 5x üstə gəl 4x bərabərdir 18. 9x bərabərdir 18. X nə olur onda? X olur 2. Mənə deyir ki, qardaş y-i tap. Y nə idi? 2 dənə x idi də. Yəni 2 dənə vur 2 nə alıram? Alıram 4. Cavab elədi 4. Uşaqlar, növbəti videonun sonuna gəldik. İnanıram ki, çəkdiyim videolar üçün faydalı oldu. Əməyə qarşı olaraq videonu bəyənməyinizi və kanala abunə olmanızı sizlərdən rica edirəm. Xeyr, videonu bəyənmədinizsə, videonu bəyənməyə də bilərsiniz. Fərq etməz. Hər bir halda müəllim sorular arzu edir, işiniz avanda olsun. Hələlik.